Deməli dostlar, Tövratdan daha əvvəl mövcud olan və Şumer mətnlərindən gələn məsələlərdən biri də tək dil anlayışıdır. Biz Şumer mətnlərinə baxdığımız zaman ilk vaxtlar görürük ki, Şumerlər və qonşu xalqlar hüzur, bərəkət içərisində yaşayırlar və onlar tək dildə danışırlar. Tək dildə Tanrı Enl ilə, hava tanrısı Enl ilə dua edirlər. Və eyni zamanda digər bir tanrı Enki insanların Tanrı Enl ilə olan bu sayğısını qısqanır və beləliklə də insanlar arasında bir nifaq salmağa, savaş çıxarmağa başlayır. Və eyni zamanda da insanların bir-birini başa düşməməsi üçün onların dillərini dəyişir, onlara fərqli-fərqli dillər verir. Bu hadisəyə bənzər hadisə Tövratda yaradılış bölməsində keçir. Biz görürük ki, insanlar ilk vaxtlar tək dildə danışır. Eyni zamanda onlar şəhər inşa etmək və şəhərdə göyə çata biləcək bir qüllə inşa etmək niyyətinə düşürlər. Və təbii ki, də həmin dövrdə kainatla bağlı bilgilərin bugünkü qədər olmadığı bir dövrdə insanlar göyə çıxacağı təqdirdə Tanrının yanına çıxacağına inanırdılar. Və beləliklə qüllənin inşasına başlayırlar. Tanrı da insanların bu qülləni inşa etməsindən narahat olur və beləliklə də onları dayandırmaq üçün bir qərara gəlir və onların dilini dəyişdirir. Onlara fərqli-fərqli dillər verir və beləliklə də onlar bir-birini başa düşmür deyə qüllənin inşasını yarımçıq saxlayırlar. Mahiyyət etibarilə biz həm Şumer mətnlərində, həm də Tövrat mətninə baxdığımız zaman burada ilk vaxtlar insanların tək dildə danışması və daha sonra tanrılar və yaxud da Tanrı tərəfindən insanların dilinin dəyişdirildiyi və insanlara fərqli-fərqli dillər verildiyini görürük.